Böyük qayıdış proqramına uyğun olaraq Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Məşğulluq Agentliyi işğaldan azad olunmuş ərazilərimizə köçürülən sakinlər üçün aktiv məşğulluq tədbirlərini davam etdirir. Agentliyin Ağdamda təşkil etdiyi növbəti əmək yarmarkasında işsiz və iş axtaranlara mütəxəssis, xəzinədar, qənnatçı, nəzarətçi, qeydiyyatçı və sair işlər üzrə 67 vakansiya təqdim edilib. Vakansiyalara uyğun namizədlərin qeydiyyatı aparılıb. Bu tədbir əmək yarmarkası işğaldan azad olunan ərazilərdə keçirilən 24-cü əmək yarmarkasıdır. Əsasən yarmarkada iştirak edən vətəndaşların mütləq əksəriyyəti köç sakinləridir, yəni öz doğma yurtlarına qayıtmış sakinlərdir. Onların CV-ləri qəbul olunur, müsahibə olunur, uyğun namizədlər dəvət olunur adətən. O uyğun namizədlərdən də işə qəbul olunması nəzərdə tutulur. Əvvəllər sahə üzrə otellərdə işləmişəm, ailə vəziyyətimlə bağlı çıxmalı oldum, amma yenidən müraciət etmişəm, yəni yenidən işləmək istəyirəm. Əvvəllər mühafizə içində işləmişəm, sadəcə indi öz bölgəmə şəhərə köçü olduğu üçün, yəni öz bölgəmdə, öz şəhərimdə işləmək istəyirəm üçün bura müraciət eləmişəm. CV-mi götürdülər, dedilər sizinlə əlaqə saxlayacağıq. İşsiz və iş axtaran şəxslərə agentliyin aktiv məşğulluq proqramları və bu proqramlara müraciət qaydaları barədə də məlumat verilib.